Salam əziz tibb tələbələri, TibbPoint kanalına xoş gəldiniz. Bu mənim kanalımın ilk videosudur və bu kanalın mahiyyəti tibb tələbələrinə tibb dərslərini sadə və anlaşılıqlı şəkildə izah etməkdir. Bugünkü videomuz tibbi biologiya və genetika dərsindən hüceyrə törəmələri mövzusuna aid olacaq. Hüceyrə törəməsi nədir? Hüceyrə törəməsinin tərifi. Hüceyrənin sitoplazmasına pinositoz və ya fagositos yolu ilə daxil ola bilən və ya hüceyrənin həyat sikli mərhələlərində maddələr mübadiləsi hesabına yaranan, müvəqqəti toplanan, bütün tip hüceyrələrdə rast gəlinməyən bəzi hüceyrələrin həyat fəaliyyəti üçün zəruri olan qeyri-sabit komponentlərdir. Törəmələr orqanizmdə sərbəst fəaliyyət göstərə bilməzlər. Onlar müxtəlif orqanellər tərəfindən istifadə olunurlar. Törəmələr maddələr mübadiləsinin, hüceyrənin fərqliliyini, həyat fəaliyyətini, funksional fəaliyyətini göstərir. Hüceyrədəki distrofik pozğunluqlar bir çox törəmənin, yəni bir çox patolojik törəmənin yaranmasında iştirak edir, yəni yaranmasına səbəb olur daha doğrusu. Bu da hüceyrənin həyat fəaliyyətinə, onun bir çox funksiyasına, hətta ölümünə də səbəb olur. Bəs deyəcəksiniz, nədir distrofik pozğunluqlar? Hüceyrənin zədələnmə nəticəsində maddələr mübadiləsinin pozulması və buna görə də hüceyrədə normalda olmamalı qədər maddənin yığılmasına deyilir. Məsələn, bunu belə yadda saxlaya bilərik ki, insan bədənində hər hansısa bir nahiyyə zədələndi. Deyək ki, qolumuz zədələndi. İlk öncə qolumuz göyərəcək, şişəcək və ağrı verəcək. Yəni, bu belə ardıcıl bir hadisələr baş verəcək də. Distrofik pozğunluqda belədir. Hüceyrə zədələnən vaxt hüceyrənin maddələrin mübadiləsi pozulur. Hüceyrənin bir çox funksiyası, həyat fəaliyyəti ilə dair əlaqəli olan bütün funksiyalar demək olar ki, pozulur. Həm ölümə gətirib çıxarır, həm də hüceyrədə normalda olmamalı qədər maddənin yığılmasına gətirib çıxarır. Distrofik pozğunluq buna deyilir. Törəmələr iki əsas proses nəticəsində sintez olunur. Sekresiya və pigmentasiya və heoloplazma, mitoxondri, plastitlər və nüvədə, hüceyrənin nüvəsində toplana bilərlər və ya sintez oluna bilərlər törəmələr. Bəzən törəmənin xüsusiyyəti yalnız onun funksiyasına görə deyil, eyni zamanda onun adı da əsas götürülür. Məsəl üçün, pigment hüceyrələrinə melanositlər, sonra eozinofil, bazofil və neytrofil qan qranulositləri və s. bunun kimi hüceyrələri bura nümunə götürə bilərik. Sitoplazmanın fəaliyyəti nəticəsində əmələ gələn maddələrə erqastik maddələr deyilir. Yunan dilində ergon iş deməkdir. Yəni, sitoplazmanın törəmələrinin kimyəvi təbiəti müxtəlifdir. Yəni, burada, məsəl üçün, mən sizə 10 dənə sitoplazmatik, yəni sitoplazma ilə əlaqə olan törəmə desəm, hər bir törəmənin, hər bir sitoplazmanın törəməsi kimyəvi tərkibi, kimyəvi xassəsi fərqlidir. Təbiəti fərqlidir. Bura zülal, yağ və karbohidrat damcıları, dənələri və kristal törəmələr aid edilir. Eukaryotik hüceyrələrin sitozolunda, sitoplazmasında törəmələr müxtəlif kateqoriyalara, daha doğrusu 5 əsas kateqoriyaya bölünüb. Trofik, sekretor, ekskretor, rekretor, spesifik və pigment törəmələr aid edilir. Trofik törəmələrə yağ damcıları, zülal qranulları, glikogen yığımları, sekretorlara zimogen qranullar, ekskretora öd turşuları, sidik turşusu, rekretora su damcıları, spesifik və ya pigmenti isə hemoglobin, melanin, lipofisin və vitaminləri aid etmək olar. İndi hər bir törəmə kateqoriyasını aid olan o törəmələrin funksiyasına, harda rast gəlindiyinə, necə sintez olunduğuna və nəyə deyildiyinə baxacaq. İlk öncə trofik törəmələr. Trofik törəmələr enerji çatışmamazlığı, struktur molekullarının çatışmamazlığı zamanı lazımi və ya ehtiyac ola biləcək qida maddələrinin saxlandığı strukturdur. Məsəl üçün, bu bitki və heyvan hüceyrələrində fərqli olur. Bitki hüceyrəsində nişastada toplanır bu ehtiyat qida maddələri, heyvanda isə glikogen, zülal, lipidlər bura aid edilir. Bu törəmələr heyvan və bitki hüceyrələrində fərqli şəkillərdə toplanırlar. Belə ki, heyvan hüceyrələrində yağlar damcılar şəklində, glikogenlər dənələr, lesitin və ya yumurta hüceyrələr sarlıq maddəsi şəklində, bitki hüceyrəsində isə nişasta və aleyron dənələri şəklində toplanırlar.
Burada bir dənə əlavə də termin var, piyələnmə. Pi toxumasında lipidlərin miqdarının həddən artıq çox artmasına piyələnmə deyirik. Piyələnmə dedik, yəni pi toxumasında lipidlər normadan daha çox yığılır. Bu da yenə distrofik bir pozğunluq kimi götürülür. Yəni distrofik bir pozğunluq olur hüceyrədə və pi toxumasında lipidlər həddən artıq toplanır. Buna da piyələnmə deyirik. Amma burada əsas məqam var ki, lipidlər yalnız pi toxumasında deyil, pi hüceyrələrində deyil. Pi hüceyrələrindən kənarda da toplana bilərlər. Məsəl üçün, qaraciyərin əsas hüceyrəsi olan hepatositlərdə, skelet və ürək miositlərində, böyrək kanallarında toplana bilərlər. Bu cür törəmələr hüceyrədə yığılmasına, toplanmasına görə iki yerə bölünür. Ya hüceyrədə çoxlu miqdarda toplanır, amma hüceyrənin heç bir zədə vermirsə, onun həyat fəaliyyətinə, onun funksiyasına heç bir təsir göstərmirsə, bu adlanacaq yağlı infiltrasiya. Yox, əgər hüceyrədə toplanır, hüceyrənin həyat fəaliyyətinə, onun funksiyalarına, onu zədələyir və ya zədələnməsinə səbəb olursa, bu adlanacaq yağlı degenerasiya. Gəldik sekretor törəmələr. Adından da gördüyü kimi sekretasiya, sekret sözündən götürülüb. Bunlar vəzli hüceyrələr üçün xarakterikdir. Heyvanların vəzli hüceyrələrində olan qranullar, bitki hüceyrələrdə duzların kristallarını bura aid etmək olar. Onlar hüceyrədən eksositoz, yəni xaric olunma yolu ilə xaric olunan ifrazat qranullarıdır. Kimyəvi tərkibinə görə onlar da kimyəvi tərkib və kimyəvi təbiətinə görə fərqli olurlar. Zülal, yağ, selik və glikoprotein sekret törəmələri olur. Məsələn, zülallara aid edə bilərik zülal sekretor törəmələrinə tüpürcəkdə protein qranulları, mədalaltı vəzi hüceyrəsinin zimogen qranulları, yağ sekretor törəmələrə aid edə bilərik yağ və süd vəzlərindəki yağ damcıları, lipidlər və liposomlar, daha doğrusu lipofusin pigment kimi gedir. Seliklər, məsəl üçün mukopolisaxaridlər, glikoproteinlər mədənin vəzi hüceyrəsinin selikli sekresiyasını bura aid etmək olar. Sekretor törəmələr dənəli, yəni granulyar və hamar, agranulyar endoplazmatik şəbəkədə sintez mərhələsindən keçdikdən sonra Golgi kompleksində formalaşırlar. Biz ümumiyyətlə törəmə dərsində 3 orqanoidi daha çox adını çəkəcəyik. Dənəli endoplazmatik şəbəkə və digər adı granulyar endoplazmatik şəbəkə, hamar endoplazmatik şəbəkə, digər adı agranulyar endoplazmatik şəbəkə və Golgi kompleksi. Bu 3 orqanoidi biz daha çox adını çəkəcəyik törəmə dərsində. Törəmələrin miqdarı da hüceyrələrdə fərqli ola bilər. Məsəl üçün, hüceyrənin yetkinlik səviyyəsindən, sekretor siklinin mərhələsindən, funksiyonal fəallığından asılı olur törəmələrin miqdarı. Məsəl üçün, yetkin hüceyrə ilə qoca hüceyrə və ya cavan hüceyrə ilə qoca hüceyrə və ya daha çox funksiyonal fəallığı olan hüceyrə ilə daha az funksiyonal fəallığı olan hüceyrədə toplanan törəmələrin miqdarı əlbəttə ki, fərqli olacaq. Ekzokrin vəzlər və endokrin vəzlərdə də sekretor törəmələr var. Çünki biz bayaq bundan əvvəl dedik ki, sekretor törəmələr vəzli hüceyrələrdə. Biz vəz deyəndə bilirik ki, iki cür əsas vəz növü var da. Ekzokrin vəzlər, bunun digər adı xarici sekresiya vəzləri və endokrin, daxili sekresiya vəzləri. Ekzokrin vəzlərində hüceyrənin apikal hissəsində, yəni hüceyrənin apikal hissəsi və bazal hissəsi var da, biz bildiyimiz kimi. Hüceyrənin apikal hissəsi hüceyrənin yuxarı səthi, onun apikal səthidir. Və ekzokrin vəzlərdə sekretor törəmələr hüceyrənin apikal səthində üstünlük təşkil edir. Bu da ifrazatın xaricə buraxılması üçün əlverişlidir. Amma endokrin vəzlərdə biz demişdik ki, ekzokrin vəzlərin axacaqları olur. Axacaqlar vasitəsilə bədən boşluğuna və digər orqanların boşluğuna xaricə buraxılır. Amma endokrin vəzlərdə onlarda axacaq olmur. Endokrin vəzlər öz hormonlarını, ifraz etdiyi hormonları birbaşa qan damarlarına qana ifraz edirlər. Onlardan da hədəf orqanlara çatdırılır. Ona görə də ekzokrin vəzlərdə apikal səthində yerləşib sekretor törəmələr. O da ifrazatın xaricə buraxılması üçün əlverişlidir. Çünki apikal səth hüceyrənin xarici səthi də deyə bilərik ona, üst səthi də deyə bilərik. Amma endokrin vəzlərdə damarların yaxınlığında cəmləşirlər və ya sitoplazmada bərabər paylanırlar.
endokrin vəzlərdə sekretor törəmələr. Tərkibində yağlar və ya yağlar deməz, liposomlar olan sekretor törəmələr pi vəzlərinin və steroid hormonlarını sintez edən endokrin hüceyrələrin sitoplazmasında var. Yəni deyirik ki, pi vəzlərinin və steroid hormonlarını sintez edən endokrin hüceyrələrin sitoplazmasında yağlar olan, tərkibində liposomlar, yağlar olan sekretor törəmələr var. Steroid hormonlarını sintez edən hüceyrələrə belə də xolesterin törəmələri də deyə bilərik. Bəs nədir steroid hormonu? Steroid hormonu kişi və qadın cinsi hormonlarına, stres hormonları deməz, yerinə glikokortikoidlər deyər, natrium ionlarının tərkibinə nəzarət edən hormondur. Endokrin vəzinin hüceyrələrinin mitoxondriləri fərqli olur. Belə ki, endokrin vəzlərinin hüceyrələrinin mitoxondriləri steroid hormonlarının sintezində iştirak edir. Onlar iri olurlar və bu mitoxondrilərdə çoxsaylı vezikulyar kristlər var. Eksekretor törəmələr də bunların digər adı qalıq cisimlər adlanır. Hüceyrənin daxili mühitində formalaşan, həyatı boyu əmələ gələn lizosom məhsullarıdır. Bədəndən xaric edilməli məhsullardır. Yəni bunlar bədəndən xaric edilməlidir. Çünki bunlar zərərli, zəhərli maddələrdir, metabolik məhsullardır. Məsəl üçün, böyrək kanalcığının proksimal hüceyrələrində olan sidik cövhəri kristalları. Təbii ki, bu bədən üçün zərərlidir. Ona görə də bu bədəndən xaric olmalıdır. Sonra öd turşusu və s. bunları misal göstərə bilərik. Belə gəldik ən sadə olanı rekretor törəmələr. Maddələr mübadiləsi zamanı kimyəvi tərkibi və xassəsi dəyişilmədən xaric olan maddələrə də rekretor törəmələr deyirik. Yəni bunlar heç bir tərkibi, heç bir xassəsi, heç bir belə deyim də onun funksional belə deyim də xassəliyi heç cür dəyişmir. Yəni dəyişilmədən xaric olunur bədəndən. Məsəl üçün bura su aid edə bilərik. Sonra spesifik və ya pigment törəmələr dedik. Spesifik və ya pigment törəmələr hüceyrəyə rəng verən, müəyyən maddələr ehtiva edən karotinoidlər aid edilir. Burada hemoqlobin, hansı ki biz bilirik ki, hemoqlobin qana qırmızı rəngin verir, melanin hormonu, xlorofil və s. bunlar kimyəvi tərkib və funksional əhəmiyyətinə görə heterogendirlər. Bundan əlavə olaraq pigment törəmələr iki cür sintez oluna bilər. Ya xüsusi hüceyrə mübadiləsi ilə və ya bədənin elə orqanizmin özündə sintez olunurlar və bunlar qoruyucu funksiya yerinə yetirir. Spesifik və pigment törəmələrin bəziləri və ya əsası. Melanin tirozin amin turşusunun törəməsidir. Çox şaxəli quruluşu var. Baxın, burada melanosit hüceyrəsini göstərmişəm. Melanosit hüceyrəsi gör ki, bu melanositdir. Onun da belə çoxlu sayda şaxə çıxır ondan. Bunlar melanosomlardır və burada melanosomlardan da sonra gəlir melanin qranulları. İndi biz danışırıq melaninlərdən. Tirozin amin turşusunun törəməsidir. Çox şaxəli quruluşu var. Melanin belə deyək də qranulları melanositlərdə, sinir hüceyrələrində rast gəlinir. Məməlilərdə, həmçinin insanda, çünki insanda məməlilərə aiddir, melanositlər çoxqatlı epitelinin bazal qatında olur. Melanin sintez olunmursa, bu albinizmə gətirib çıxarır. Baxın, burada da albinizmi olan bir uşaq şəkli albinizmə gətirib çıxarır. Melanin iki hissədən ibarətdir. Orta sıxlıqlı julal bədənindən və ondan çıxan çoxlu sayda kiçik osmofil qranullardan. Yəni dedik ki, orta sıxlıqlı julal bədən və periferiyada yerləşən, yəni periferiya nədir? Xaricdə, qıraqda yerləşən çox sayda kiçik osmofil qranullardır. Burada da gördüyümüz kimi bu xlorofil, hemoqlobin, melanositlər, melaninlər. Bir də burada mən bayaq karotinoidlərdən bəhs etdim. Karotinoidlər uşaqlar sarı, narıncı, qırmızı rənglər verən bədənə deməyək daha doğrusu. Yəni orqanizmə sarı, qırmızı, narıncı rənglər verir. Məsəl üçün balqabaq, qarğıdalı, sonra bura məsəl üçün aiddir kök, yer kökü və s. Bunlar da karotinoidlər üstünlük təşkil etdiyinə görə bunlar bu rəngi alır. Hətta belə bir maraqlı məlumat da verim. Əgər insan tərkibində çoxlu sayda
karotenoid olan hər hansısa bir qidadan uzun müddətli istifadə edirsə, insanın dərisi yavaş-yavaş narıncı, sarı rəngə çalan, belə sarı narıncı rəngə çalan bir rəng alır. Bitki mənşəli hüceyrələrdə karbohidrat törəmələri, onlar bitkilərdə əsas ehtiyat enerji mənbəyi maddələridir. Ən çox rast gəlinən vacib törəmələr hesab edilir. Məsələn, amiloplastlarda nişasta dənələri şəklində toplanan nişasta. Nişasta polisaxariddir. Monomeri glikozadır. İki hissədən ibarətdir. 25%lıq və 75%lıq hissə. 25%lıq hissə amilaza, 75%lıq hissə isə amilopektindən ibarətdir. Amilaza xətvari zəncirləri uzanan spiral əmələ gətirir. Amilopektin isə şaxələnmişdir və daha çox qlikozaya ehtiva edir. Belə düşünün də, amilopektin bir tor kimi düşünün. Tor nə qədər böyük olursa, nə qədər şaxəli olursa, ona düşən hissəciklər o qədər çox olur. Belə yadınızda saxlayın və nişastanın iki növü var. İlkin və ya transit nişasta, assimilyasiyon nişasta da deyirlər. Bir də ikinci dərəcəli ehtiyat nişasta. İlkin tranzit nişasta və ya assimilyasiyon nişasta dənələri şəkərin artıqlığı zamanı hüceyrədə əmələ gəlir. Fotosintez olmadıqda assimilyasiya nişasta şəkərə qədər hidroliz edir. İkinci dərəcəli nişasta isə bunun digər adı ehtiyat nişasta da deyirik. Fotosintez edən hüceyrənin bitkinin işıqdan məhrum hissələrinə, işıqdan məhrum hissələr, yəni amiloplastlarda olan, orada amiloplast hissəciklər olur. Baxın, burada da mən amiloplastın şəklini göstərmişəm. Amiloplast hissədə ötürülür və orada toplanan nişastaya deyilir. Yəni İlkin nişasta dedik ki, fotosintez sayəsində əmələ gələn, şəkərin artıqlığı hüceyrədə əmələ gələn nişastadır. Amma ikinci dərəcə isə amiloplastlara ötürülən və orada toplanan nişastadır. Nişasta dənələrinin əmələ gəlməsi plastidin stromasının müəyyən nöqtələrində törədici mərkəzlərdə başlar və bu törədici mərkəzlərin sayına, yerləşməsinə görə morfoloji cəhətdən 3 cür nişasta dənəsi olur. Sadə, yarım mürəkkəb və mürəkkəb. İndi gəldik nişasta dənələrinin növləri və onların xüsusiyyətləri. Birinci gəlir sadə nişasta dənələri. Bir törədici mərkəzi var və o çox saylı nişasta təbəqələri ilə əhatə olunmuşdur. Və bu təbəqələr bərabər qalınlıqda, bərabər sayda da, bəzən də deyirlər bərabər sayda, bəzən isə bərabər qalınlıqda yerləşirlər. Törədici mərkəz dənənin tən ortasındadırsa və təbəqələr bərabər qalınlıqdadırsa, bu konsentrik dənə adlanır. Yox, əgər mərkəz kənarda yerləşirsə və təbəqələr eyni qalınlıqda deyirsə, bu eksentrik dənə adlanır. Yəni sizə desələr konsentrik nədir? Deyəcəksiniz, tərədici mərkəz tən ortada və təbəqələr bərabər qalınlıqdadır. Buna deyəcək konsentrik. Yox, əgər mərkəz kənarda, qıraqda, bucaqda və təbəqələr eyni qalınlıqda deyirsə, buna deyəcək eksentrik dənələr. Gəldik yarım mürəkkəb nişasta dənələri. Bir neçə mərkəzi var yarım mürəkkəb nişasta dənələri və onlar üzərində toplanan ümumi təbəqələr var. Baxın, yarım mürəkkəblə mürəkkəbi uşaqlar çox qarışdırır. İndi deyəcəm fərqi niyə? Yarım mürəkkəbdə düzdür, bir neçə mərkəz var, amma onları əhatə edən ümumi təbəqə var. Mürəkkəb nişasta dənələrində isə 2-5, adətən 2-5 mərkəz və hər mərkəzin özünə məxsus ayrı-ayrı təbəqələri var. Qatıların əmələ gəlməsi xarici amillərdən asılı deyil. Endogen xarakterlidir. Yəni, əgər sizə məsəl üçün imtahandır, sualdır düşüb, məsəl üçün orada 5 dənə variantdan 4'ü xarici amildirsə, siz çaşmayın. Çünki qatıların əmələ gəlməsi xarici amillərdən deyil, məhz endogen xarakterlidir. İnulin, hemisellulazadan da bəhs etməliyik. Nişasta dənələri, növləri, xüsusiyyətləri və ümumiyyətlə nişasta adından danışanda inulin karbohidrat şəklində bitki hüceyrələrində olur. Ehtiyat polisaxariddir. Monomeri nişastadan fərqli olaraq fruktozadır. 96% D fruktoza və 4% D glikozadır. Gövdə və yarpaqlarda inulin az rast gəlinir. Hemisellulozada pentozalardan və heksozalardan ibarətdir. Pentozalar deyəndə biz burada ksiloza və arabinozadan bəhs edə bilərik. Heksozalardan isə danışanda mannoz, galaktoz və ya fruktozadan qurulmuş olur.
Heyvan mənşəli hüceyrələrin karbohidrat törəmələri, glikogen törəmələri də deyirlər bunlara, enine zolaqlı əzələ liflərinin və qaraciyərin əsas hüceyrəsi olan hepatositlərin hüceyrələrinin sitoplazmasında yumru yığımlar, dairəvi yumru yığımlar şəklində rast gəlinir. Daha kiçikləri isə nüvələrdə də rast gəlinə bilər. Yəni, ümumilikdə heyvan mənşəli karbohidrat törəmələr və glikogen törəmələri əzələ liflərində, hepatositlərin sitoplazmasında və nüvədə də rast gəlinə bilərlər. Yenə Holgi kompleksi və dənəli endoplazmik şəbəkədə toplanmaları baş verir. Gəldik heyvan mənşəli hüceyrələrin lipid törəmələrinə. Bunlar kiçik miqdarda yağ törəmələr, hər hansısa bir hüceyrənin neytral yağ şəklində daim var. Amma daha böyük həcmdə birləşdirici toxumanın yağ hüceyrələrində rast gəlinir. Yəni, burada biz onu deyirik ki, kiçik miqdarda yağ törəmələr, neytral yağ şəklində olan törəmələr, onlar yəni demək olar ki, daim var. Yəni, hüceyrələr onlar daim var da. Yəni, xüsusi onlar üçün deyiləcək bir şey yoxdur. Amma həmin o lipid törəmələrinin daha böyükləri, daha həcmliləri birləşdirici toxumanın yağ hüceyrələrində rast gəlinir. Belə gəldik heyvan mənşəli hüceyrələrinin zulal törəmələri. Bunlar nisbətən daha nadir rast gəlinir heyvan hüceyrələrində. Bitki mənşəli hüceyrələrin lipid törəmələrinə gəlsək, sitoplazmada və plastitlərdə fərdi damcılar şəklində olur. Sonra bitki mənşəli hüceyrələrin zülal törəmələrinə gəldikdə, onların ölçüləri 8-12 mikrometr olur. Müxtəlif hissələrdə əmələ gəlirlər. Məsəl üçün, nüvənin nukleoplazması, hialoplazmada, plastitlərin stromasında, endoplazmatik şəbəkənin genişlənmiş sisterinlərində, peroksizom və mitoxondrilərin matriksində, vakuollarda rast gəlinir. Ehtiyat sulalın digər adı aleyrondur. Ehtiyat sulalın leykoplastlarda toplanırsa, onlara biz proteinoplastlar və ya aleyronplastlar da deyəcəyik. Sonra gəlirik mineral maddələrin çöküntüsü. Biz bilirik ki, hüceyrədə yalnız elə törəmələr, yalnız elə zülal törəmələri, glikogen törəmələri, lipid törəmələri, yəni yalnız üzvü maddələrin törəmələri deyil, eyni zamanda qeyri-üzvü maddələrin də belə deyək də qalıqları, törəmələri, daha doğrusu çöküntüləri ola bilər. Məsəl üçün, bura elə ən məşhur elə mineral maddələrin çöküntüləri olan kalsium oksalatı misal göstərmək olar. Bunlar yalnız vakuollarda toplanır. Baxın, sizə deyə bilərlər ki, törəmələrlə mineral maddələrin çöküntülərin əsas fərqi. Törəmələr sitoplazmada deyirdik, toplana bilirlər, vakuoplazmada, belə deyim də, orqanoidlərin tərkibində, yəni hüceyrənin demək olar ki, hər yerində törəmələr toplana bilirlər. Amma mineral maddələrin çöküntüləri yalnız vakuollarda toplanırlar. Məsələn, kalsium oksalat. Bu kristal çox zaman əgər monohidratdırsa prizmatik və ya klinorombik formalı olur. Yox, dihidratdırsa əyrilib birləşmiş druzlar və sıx kompakt kompleksi kristallarını əmələ gətirən iynə formalı rafidləri. Yox, trihidratdırsa o zaman kub şəkilli kristalları əmələ gətirir. Yəni biz burada kristal oksalatın 3 növü kimi, 3 növü deyək, 3 quruluşda 3 fərqli xassə göstərir. Əgər kalsium oksalat monohidratdırsa, onda o prizmatik və ya klinorombik formalı olacaq. Dihidratdırsa rafid formalı və ya druz formalı olacaq. Yox, trihidratdırsa, onda bu kub şəkilli olacaq. Sonra dissimlyasiya proseslərinin məhsulları, bu törəmələr yalnız hüceyrə ölümündən sonra makrofaqlar tərəfindən fagositosa məruz qaldıqdan sonra sitoplazmanı tərk edirlər. Yəni, bax, yenə indi də soruşa bilər ki, dissimlyasiya proseslərinin məhsulları ilə törəmələrin prosesləri. Törəmələr hüceyrə, belə deyim də, canlı olanda, həyatda olanda belə onlar istifadə olunur. Amma istifadə olunur, hüceyrədən xaric olunur və ya hüceyrəyə daxil olunur. Amma dissimlyasiya proseslərinin məhsulları yalnız və yalnız hüceyrə ölümündən sonra makrofaqlar onları fagositosa məruz salandan, fagositos edəndən sonra sitoplazmanı tərk edirlər. Məsələn, bayaq lipofusin dedim. Lipofusin sarı və ya qəhvəyi pigment də deyirlər ona və ya retinini bura aid etmək olar. Burada da baxın, kalsium oksalatın monohidriti. Baxın,
nə formalıdır? Baxın, prizmatik və ya klinorombik formalı. Görün. Baxın. Burada da plastitlərin növlərini mən göstərmişəm. Baxın, plastitlərdən propoplastitlər, etioplastitlər, xromo, xloro, leykoplastitlər, amiloplastitlər, elayoplastitlər və bayaq protein plastlar dedim və bunların digəri də aleyron plastlar. Nə idi bunlar? Aleyron plastlar biz dedik axı. Burada mən yazmışdım. Əgər toplanma baş verirsə, onda onlara ehtiyac olan leykoplastlar da toplanırsa, bunlara protein plastlar və aleyron plastlar deyirik. Baxın, aleyron, protein və plastlar. Gəldik patoloji törəmələrə. Uşaqlar, patoloji törəmələrdə mən ən birinci slaydda bunu dedim ki, distrofik pozğunluqlar zamanı hüceyrə zədələnəndə hüceyrədə maddələrin mübadiləsi pozulur və onda lazımı olmayacaq qədər, yəni həddindən artıq çox maddə toplanır hüceyrədə. Bu da hüceyrənin ölümünə qədər gətirib çıxarır. Və məhz həmin törəmələrə biz patoloji törəmələr deyirik. Hüceyrədə həddindən artıq miqdarda toplana bilir patoloji törəmələr və hüceyrənin strukturunu, funksiyasını, hətta ölümünə qədər də gətirib çıxarır patoloji törəmələr. Funksiyasının pozulmasına, strukturunun formalaşmasının pozulmasına gətirib çıxarır. Buna da biz distrofiya adlandırırıq. Həm hüceyrə üçün normal maddələr, həm də normal olmayan maddələr toplana bilər. Yəni biz uşaqlar patoloji törəmə deyəndə, yəni yalnız hüceyrədə patoloji törəmə deyəndə yalnız ziyanlı maddələr toplandı, patoloji törəmə oldu, distrofik pozğunluq oldu, yox. Hüceyrədə normal maddələr də çox toplananda bu patolojik törəmə sayılır. Məsəl üçün, qlikogen normalda patoloji törəmə sayılmır. Normal, əgər normal vəziyyətdədirsə, yəni lazımi miqdardadırsa, onda bu patoloji törəmə sayılmır. Yox, əgər qlikogen hüceyrədə həddindən artıq sintez olunursa, hüceyrədə həddindən artıq çox toplanırsa, onda bu patoloji hal sayılacaq. Bir də bundan əlavə olaraq normal olmayan maddələrdə təbii ki, yəni bu normaldır ki, hüceyrədə normal olmayan maddə toplanırsa, məsələn, amiloidlər toplanırsa, hüceyrə öləcək, məhv olacaq, struktur funksiyaları pozulacaq. Fermentlərdəki defektlər də, məsəl üçün, lizosomların da defekti patoloji törəmələrin əmələ gəlməsinə səbəb ola bilər. Fermentlərdəki defektlər bunlara gen mutasiyası ilə əlaqəli maddələr mübadiləsinin pozulması nəticəsində yaranan xəstəliklər də deyirlər. Yəni, gen mutasiyası olur, maddələr mübadiləsinin pozulur və nəticədə bunun nəticəsində xəstəliklər yaranır. Fermentlərdəki defektləri əsasən qan və sidikdə metabolik maddələrin miqdarına görə təyin edilir. Yəni, qan analizinə baxırlar, sidik analizinə baxırlar, oradakı metabolik maddələrin miqdarını təyin edirlər və sizdə hansı xəstəliyin, hansı fermentdəki defektinin olduğuna kimi hətta deyirlər. Fermentlərin ümumiyyətlə çatışmaması nəticəsində 300-dən artıq irsi maddələr mübadiləsinin xəstəlikləri müəyyənləşir insanda. Hüceyrənin törəmələrinin istifadəsi və çıxarılması üçün özünün təbiətinə asılıdır. Yəni, törəmələrin hüceyrədə istifadəsi və çıxarılması məhz elə törəmənin təbiətindən asılıdır. Uşaqlar, bugünlük video bu qədər, dərsimiz bu qədər. İzlədiyiniz üçün təşəkkürlər. Bunun kimi videoların gəlməyi üçün kanala like atmağı və abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.